Salamlar hər kəsə. Bugün Duolingo imtahanında olan reading sectionunda, yəni oxuma bölməsində olan bir sual tipindən danışacağıq. Bu sual tipi oxu və tamamla sual tipidir və bu sual tipini necə yazmalısınız, hansı strategiyalardan istifadə etməlisiniz, onlar haqqında danışacağıq. Bu slaydda biz öyrənəcəyik ki, ümumilikdə oxu və tamamla tipi, sual tipi nədir? Məsələn, sizə bir full passage verəcəklər, tekst verəcəklər və bu tekstin içərisində bəzi sözləri ya boşluq bir şəklində, ya da ki, natamam bir şəkildə verəcəklər və sizdən tələb eləyəcəklər ki, kontekstə uyğun, düzgün, tamamlanmış versiyasını, bu sözünü cavablar arasından seçəsiniz. Bu halda məsələ odur ki, bir çox tələbə bütün cümləni oxumur və tələsir ki, sözü təxmin eləsin. Lakin bu səhvdir, çünki bəzi sözlər bəlkə də onu tamamlaya bilər, amma əgər kontekstə uyğun deyilsə, bu zaman cavabınız yanlış olacaqdır. Və digər məsələ, burada sizə əslində qrammatikada kömək eləyəcək. Digər slaydda sizə izah eləyəcəm nə şəkildə kömək eləyəcək. Məsələn, ilk öncə gəlin nümunəyə baxaq. Məsələn, bir tekstdir, bir passagedir. Sizi bir cümlə görürsünüz. Məsələn, the weather was so blah 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 that everyone wore a jacket. Burada sözün bu hissəsi natamam bir şəkildədir. Amma siz ümumi mənadan tuta bilərsiniz ki, hava soyuqdur. Biz nə zaman jaket geyinirik və yaxud da ki, qalın bir paltar geyinirik? Hava soyuq olanda. Və avtomatik olaraq məncə sizin ağlınıza burada cold sözü gəlməlidir. Gəlmirsə də cavablar arasında böyük ehtimalla cavablardan biri bu söz olacaq. Təbii ki, bu asan nümunədir. İmtahanda daha çətinlərinə rastlaşa bilərsiniz. Və burada strategiyamızın birinci strategiyamız nədir? Dediyim kimi, əvvəl də vurğuladığım kimi, ilk öncə çalışın ki, bütün konteksti oxuyub başa düşə biləsiniz ki, orada boşluqda olan sözü ən azından qabaqcadan öngörməklə, prediction deyilir buna, öngörməklə tapa biləsiniz. Digər məsələmiz nədir? İlk öncə sual verin özünüzə. Məsələ buradadır. Qrammatika sizə burada kömək eləyəcək. Sizin seçməli olduğunuz söz isimdirmi, feildirmi, zərfdirmi, yoxsa sifətdirmi? Kontekstdə başa düşəcəksiniz və sözün olduğu yerdən başa düşəcəksiniz. Məsələn, əsasən sifətlər bilirik ki, məsələn, isimlərdən qabaq gəlir, ismi birləşmələrdən qabaq gəlir, çünki onları təyin eləyir. Zərfliklər bir çoxu sözün cümlənin axırında gəlir, sonunda gəlir və s. Bu tipli suallar verdikcə ilk sözün hansı söz qrupuna aid olduğunu da qabaqcadan təyin eləyin ki, cavabı tapmaqda bu da sizə kömək olacaq. Digər məsələmiz nədir? Bəzi tələbələr düşünürlər ki, bir söz məna ilə uyğunlaşırsa, bu deməkdir ki, artıq cavab budur. Lakin bu tamamilə yanlışdır. Təkcə kontekstdə yox, həmçinin əvvəl də vurğuladığım kimi qrammatik cəhətdən də o söz o cümlədə uyğun olmalıdır və uyğun yerləşdirilməsinə əsasən biz bilməliyik ki, bu söz isim seçməliyik biz, sifət seçməliyik, yoxsa feil seçməliyik. Necə bu bacarığı inkişaf elətdirə bilərik? Təbii ki də hər gün ingilis dilində artikellər oxumalıyıq ki, oxuma bacarığımız, görmə, yaddaşımız artsın. Digər məsələ, təbii ki də sözləri həmişə kimi kontekstdə öyrənməliyik, çünki digər halda unuduruq və yaxud da ki, xatırlamırıq və ən əsası mən deyərdim ki, burada prefix, suffix və word families söz ailələrini, söz önlülərini və söz sonuna artırılan şəkilçiləri. Yəni, bir sözü öyrənərkən bunlara əsasən dəyişən söz qruplarında öyrənməliyik. Məsələn, biz deyə bilərik ki, comfortable, uncomfortable. Burada artıq söz antonimə keçdi. Bunu sadəcə an artırmaqla elədik. Bu halda biz əslində bir söz yox, avtomatik iki söz öyrənmiş olduq. Bu qədər.